Guy de Maupassant. Daşqaş. Cənab Lantin həmin qıza iş yoldaşlarından birinin öz idarə rəisinin müavinligildəki şənlikdə rast gəlmiş və o saat eşqin toruna düşmüşdü. O bir neçə il əvvəl ölmüş kənd maliyyə işçisinin qızı idi. Parisə anası ilə gəlmişdi. O qızını ərə verməkdən ötürü göstərmək məqsədi ilə tez-tez məhəllədəki varlıların evinə qonaq aparardı. Onlar kasıb olsalar da ləyaqətli, sadə və xoşxasiyyət adam idilər. Qız ağıllı gənclərin evlənmək istədikləri namuslu qadınlara oxşayırdı. Xoşagəlim gözəlliyi onu utancaq bir mələyə bənzədirdi. Dodağından əskik olmayan incə təbəssüm isə elə bil ürəyinin parıltısı idi. Hamı qıza təriflər oxuyurdu. Tanıyanlar deyirdilər ki, onunla evlənən xoşbəxt olacaq. Bundan yaxşısını tapmaq olmaz. Xarici İşlər Nazirliyində ildə 3500 frank maaşla baş məmur işləyən cənab Lantin qıza eşq elan etdi və onlar evləndilər. Lantin arvadı ilə xoşbəxt ömür sürürdü. Gəlin evi elə bacarıqla, elə qənaətlə idarə edirdi ki, sanki cah-calal içərisində yaşayırdılar. O ərinə qarşı olduqca diqqətli, şirindil və mehriban idi. Qadın o qədər məlahətli idi ki, görüşdükləri gündən 6 il keçməsinə baxmayaraq, əri onu ilk günlərindəkindən də çox sevirdi. O arvadının yalnız teatr və saxta daşqaşa olan həvəsini xoşlamırdı. Xanımın rəfiqələri onun üçün tez-tez məşhur tamaşalara, hətta ilk tamaşalara da loja saxlayırdılar. Arvad da zorxoş ərini özü ilə çəkib aparırdı. Bütün günü işləyəndən sonra zorla tamaşa etdiyi pyeslər Lantini yorub təngə gətirmişdi. Axırda o arvadına yalvarıb razı salmağa çalışırdı ki, teatra onu qaytarıb gətirə biləcək dostlarından biri ilə getsin. Xanım əvvəlcə bunun yaxşı düşməyəcəyini zənn edib xeyli tərəddüd etdi. Nəhayət xeyirxahlıqla razı oldu. Lantin güzəştə görə arvadına çox minnətdar oldu. Teatr həvəsi tezliklə gənc qadında özünü bəzənmək arzusu doğurdu. Söz yox ki, geyimi həmişəki kimi sadə idi, amma gözəl zövq ilə və səliqəli geyinirdi. Şirin ədası, xoş xasiyyəti, təvazökarlığı və həmişə gülümsəyən dodaqları geyiminin sadəliyi ilə yaxşı uyğunlaşırdı. Lakin o qulaqlarına bahalı sırğalara oxşayan bir cüt iri reyin sırğası və boynuna saxta mirvaridən boyunbağı taxmağa başladı. Qollarına isə bir cüt bilərzik və saçına bahalı daşları əvəz edən xırda şüşələrlə bəzədilmiş daraq taxdı. Arvadının bəzək düzəyə bu meylini xoşlamayan əri tez-tez deyirdi: "Əzizim, adamın həqiqi daşqaşı almağa imkanı olmayanda gərək öz gözəlliyi, xoş xasiyyəti ilə öyünsün. Bu ən gözəl bəzəkdir." Arvadı sakitcə gülümsəyib deyərdi: "Nə edəsən əzizim, mən belə xoşlayıram, belə adət etmişəm. Bilirəm ki, sən haqlısan, amma xasiyyətimi dəyişə bilmərəm. Mən daşqaşa vurğunam." O boyunbağının dənələrini barmaqlarının arasında təsbeh kimi oynadaraq deyirdi: "Bircə gör nə gözəl düzəldiblər, elə bil əsl mirvaridir." Əri isə gülümsəyərək deyirdi: "Əsl qaraçı zövqün var." Hərdən bir axşamlar evdə, sobanın yanında ikisi tək qalanda arvad durub mücrüsünü gətirir, əri cənab Lantin demişkən kör köhnəsini masanın üstünə tökərdi. Sonra isə sirli, dərin bir ləzzət alırmış kimi öz yalançı daş qaşlarına diqqətlə yenidən baxırdı. Daha sonra boyunbağlardan birini zorla ərinin boynuna taxır, ona baxıb ürəkdən gülərək qışqırırdı: "Nə səfih görünürsən." Birdən özünü ərinin qollarının arasına ataraq bərk-bərk qucaqlayırdı. Qış gecələrindən birində operadan qayıdarkən xanım titrədirdi. Səhəri gün öskürməyə başladı. 8 gün sonra isə sətəlcəmdən öldü. Lantin arvadının arxasınca özünü qəbrə atmaq istəyirdi. Bircə ayın içində qəm-qüssədən saçı ağardı. Səhərdən axşama kimi ağlayırdı. Dərddən ürəyi parçalanırdı. Bütün günü arvadını xatırlayır, onun səsini eşidir, gülümsəyən dodağı, gözəl və mehriban sifəti gözlərinin önündən çəkilmirdi. Günlər ötüb keçsə də Lantinin qüssəsi azalmadı. Hərdən iş vaxtı idarədə yoldaşları oradan-burdan söhbət salanda görürdülər ki, onun sifəti şişir, burun pərdləri qalxır, gözləri yaşla dolur və hönkürməyə başlayırdı. Lantin arvadının otağını olduğu kimi saxlamışdı. Hər gün otağa girib onu yad edirdi. Bütün mebel, hətta onun paltarları da axırıncı gündə olduğu kimi qalmışdı. Lantinin güzəranı get-gedə ağırlaşırdı. Arvadının sağlığında aldığı maaş, evin bütün xərcini ödədiyi halda indi tək özünə belə çatmırdı. O əvvəllər arvadının ona əla şərablar içirdiyini, dadlı yeməklər verə bildiyini yadına salanda heyrətlənirdi.
Lantin biraz borc etməli oldu. Puldan ötürü səfil kimi ora-bura qaçdı. Ayın axırına az qalmışdı. Bir həftə idi ki, cibində bir qəpik də olsun pulu yox idi. Fikirləşirdi ki, bəlkə evdən bəzi şeyləri çıxarıb satsın. Həmin saat arvadının kör-köhnəsi yadına düşdü. Onsuz da bu kör-köhnəyə kim bəsləyir? Bu göz aldadanları əvvəldən xoşlamırdı. Onların görünüşü hətta sevimli arvadı haqqındakı gözəl xatirələrini biraz korlayırdı da. Lantin şeyləri çox eşələdi. Bir xeyli vardı. Arvadı ömrünün axırına kimi alıb yığmışdı. Demək olar ki, hər axşam təzə bir şey gətirirdi. Nəhayət arvadının xoşladığı böyük boyunbağını götürdü. O yaxşı pula gedərdi. Bəlkə də 6 yaxud 8 frank verərdilər. Çünki saxta olsa da ustalıqla düzəldilmişdi. O boyunbağını cibinə qoyub bulvar boyu bir zərgər dükanı axtara-axtara Nazirliyə tərəf yollandı. Nəhayət bir dükan görüb içəri keçdi. Pis günə düşdüyü və çox ucuz şey satmaq istədiyi üçün biraz utanırdı. O zərgərdən soruşdu. Cənab, mən bilmək istərdim, siz bu boyunbağıya nə verərsiniz? Kişi boyunbağını aldı, yoxladı, o tərəf bu tərəfə çevirdi, əlində atıb tutub çəkisini yoxladı. Zərrəbin götürdü, köməkçisini çağırıb ona astadan nə isə dedi. Sonra boyunbağını masanın üstünə qoyub, dəqiq qiymətləndirmək üçün kənardan baxdı. Bütün bu üzücü süründürmədən narahat olan Lantin ağzını açıb, mən çox yaxşı bilirəm ki, onun bir dəyəri yoxdur. Demək istəyirdi ki, zərgər dilləndi. Cənab, bunun qiyməti 12.000 frankdan 15.000 franka qədərdir. Lakin onu sizin əlinizə necə düşdüyünü bilməmiş ala bilmərəm. Lantinin gözləri kəlləsinə çıxdı. Heç nə başa düşmürdü. Axırda kəkələyə-kəkələyə dedi. Siz nə deyirsiniz, əminsinizmi? Onun heyrətinə acığı tutan zərgər quru bir tərzdə cavab verdi. Başqa dükanlara gedə bilərsiniz, cənab. Bəlkə artıq verdilər. Məncə bunun qiyməti 15.000 frankdan artıq deyil. Əgər artıq verən olmasa yanıma gələrsiniz. Tamam ağlını itirmiş Lantin boyunbağını götürüb təklikdə fikirləşmək üçün çölə çıxdı. Küçəyə çıxan kimi onu gülmək tutdu. Öz-özünə fikirləşdi ki, gic, lap əsl səfehdir. Bəlkə onu ilə həmin dəqiqə dilindən tutaydım. Adını da zərgər qoyub, saxta ilə həqiqini bir-birindən ayıra bilmir. O, Sülh küçəsinin girəcəyindəki başqa bir zərgər dükanına girdi. Zərgər boyunbağını görən kimi qışqırdı. Lənət şeytana, bu boyunbağını tanıyıram, onu məndən alıblar. Özünü itirmiş Lantin qiymətini soruşdu. Qiyməti neçədir? Cənab, mən onu 25.000 franka satmışdım. Əgər əsl sahibi olduğunuz barədə sənəd göstərsəniz, 18.000 franka almağa hazıram. Bu dəfə Lantin təəccübdən qıc oldu. O dedi, lakin siz onu bir də yoxlasaydınız pis olmazdı. Mən indiyədək elə bilirdim ki, o saxtadır. Adınızı mənə deyərsinizmi, cənab? Əlbəttə, adım Lantindir. Xarici İşlər Nazirliyinin məmuruyam. Martir küçəsindəki 16 nömrəli evdə yaşayıram. Kişi kitabını çıxarıb vərəqlədi və dedi, bu boyunbağı doğrudan da xanım Lantinə 1876-cı il iyulun 20-sində Martir küçəsi 16 evə göndərilib. Hər ikisi gözlərini bir-birinə zillədi. Məmur təəccübdən özünü itirmiş, zərgər isə elə bil oğru iznə düşmüşdü. Zərgər dilləndi. Siz boyunbağını bir sutkalığa mənim yanımda qoya bilərsinizmi? Sizə qəbz verərəm. Lantin mızıldandı. Bəli, əlbəttə. O kağızı qatlayaraq cibinə qoyub çölə çıxdı. Küçəni keçib yuxarı qalxdı. Hiss etdi ki, yolu səhv salıb. Yenidən tinə sarı döndü. Senanı keçdi. Yenə səhv etdiyini anlayıb, başında qarmaqarışıq fikirlər Yeliseye qayıtdı. Lantin çalışırdı ki, özünü ələ alsın, biraz fikirləşsin. Arvadı bu qiymətdə bir şey ala bilməzdi, yox ala bilməzdi. Onda deməli bu hədiyyə imiş, hədiyyə. Kimdən, nədən ötürü? O dayanmışdı, yolun ortasında dayanmışdı. Şübhə onu boğurdu. Doğrudanmı arvadı? Deməli qalan daşqaşlar da hədiyyə imiş. Ona elə gəlirdi ki, ayağının altında yer tərpənir. Qarşıdakı ağac yıxılır. O əllərini qabağa uzadıb huşsuz halda yerə sərildi. Lantin balaca bir əczaxanada özünə gəldi. Onu buraya yoldan keçənlər gətirmişdilər. Evə aparılmasını xahiş etdi. Otağına girib qapını bağladı. Gecə düşənəcən hönkürü bağladı. Səsi çıxmasın deyə yaylığını ağzına basırdı. Sonra yorğun, kədərli və taqətsiz halda çarpayısına uzanıb dərin yuxuya getdi. Onu günəş şüası yuxudan oyatdı. Nazirliyə getmək üçün yavaş-yavaş yerindən qalxdı. Belə ağır zərbədən sonra işləmək ağır olardı. O fikirləşdi ki, müdirdən icazə ala bilər. Ona məktub yazdı. Sonra yadına düşdü ki, zərgərin yanına getməlidir. Xəcalətindən qızardı. Dayanıb xeyli fikirləşdi. Boyunbağını zərgərdə qoymaq olmazdı. O geyinib evdən çıxdı. Hava yaxşı idi. Şəhər elə bir mavi səmanın altından gülümsəyirdi.
Lanten yol keçənlərə baxıb düşünürdü. Varlı olmaq xoşbəxtlikdir. Pul ilə dərdi qəmi qovmaq olar. Hara istəsən gedə bilərsən. Səyahət edərsən, başın qarışar. Ah, kaş varlı olaydım. Hiss etdi ki, acıb. 3-cü gündür ki, heç nə yeməyib. Cibləri boş idi. Yenə boyunbağı yadına düşdü. 18.000 frank az pul deyil. O sülh küçəsinə çatıb zərgər dükanı ilə üzbəüz səkidə var-gəl etməyə başladı. 18.000 frank. Neçə dəfə az qaldı içəri girsin, amma həya edib dayandı. Lanten ac idi, bəlkə acmışdı. Cibində isə bir qəpik də pulu yox idi. Birdən cəsarətini toplayıb daha fikirləşməyə vaxt qalmasın deyə qaça-qaça küçəni keçdi və zərgərin yanına gəldi. Lanteni görən kimi müştərisi əl-ayağa düşdü. Gülümsəyərək nəzakətlə ona yer göstərdi. Köməkçiləri də gəldilər, gözləri gülə-gülə, şən təbəssümlə ona baxmağa başladılar. Zərgər dilləndi. Mən məsləhətləşmişəm, cənab. Əgər fikriniz dəyişməyibsə, təklif etdiyim pulu verməyə hazıram. Buyurun, deyə məmur mızıldadı. Zərgər siyirməni çəkib oradan 18 böyük bank bileti çıxartdı, saydı və Lantenə verdi. O da satış kağızına qol çəkib, əli əsə-əsə pulu cibinə qoydu. Çölə çıxmaq istəyəndə hələ də gülümsəyən müştərisinə tərəf döndü, başını aşağı dikib dedi. Məndə yenə daşqaş var. Onlar da boyunbağının sahibindən qalıb. Bəlkə alasınız. Zərgər təzimlə dedi. Əlbəttə, cənab. Köməkçilərdən biri doyunca gülmək üçün çölə çıxdı. O birisi isə özünü güclə saxlamışdı. Lanten qızarmış və ciddiləşmiş halda mən bu saat gətirərəm. O bir faytonçu tutub daşqaşı gətirmək üçün getdi. Bir saatdan sonra müştərisinin yanına qaydanda səhərdən bəri heç nə yeməmişdi. Onlar hər şeyi dönə-dönə yoxlayıb qiymət qoymağa başladılar. Daşqaşların hamısı az qala həmin zərgərdən alınmışdı. Lanten indi qiymət üstündə mübahisə edir, acıqlanır, satış kitabının göstərilməsini tələb edirdi. Məbləğ artdıqca o da səsini qaldırırdı. İri bir brilyant sırğaları 20.000 franka, qolbağlar 35.000 franka, sancaqlar, üzüklər və medalyonlar 16.000 franka danışıldı. Zümrüddən və safirdən düzəldilmiş bir boyunbağını 4.000 franka, tək iri brilyantlı, qızıl zəncirli başqa bir boyunbağını isə 40.000 franka sövdələşdilər. Hamısı birlikdə 196.000 frank elədi. Zərgər yarı kinayəli bir xeyirxahlıqla dilləndi. Bu bütün qənaətini daşqaşa vermiş adamın qazancıdır. Lanten ciddiyyətlə dedi. Bunun özü də pul toplamaq üslubudur. O, müştərisi ilə sabah yenidən yoxlama keçirəcəyini şərtləşib dükanı tərk etdi. Küçəyə çıxdı. Vandom gülləsinə baxanda, bolluğun zirvəsinə çıxacaqmış kimi xəyalında oraya dırmanmaq keçdi. Özünü quş kimi yüngül hiss edirdi. Ona elə gəlirdi ki, imperatorun buludlara toxunan heykəlinin üstündən də keçə bilər. Vazen restoranında səhər yeməyini yedi və şüşəsi 20 franklıq şərabdan içdi. Sonra fayton tutub Bulon meşəsində xeyli dolandı. Məmur başqa faytonlara nifrətlə baxır. Mən də sizin kimi varlıyam, mənim 200.000 frank pulum var, deyə qışqırmaq istəyirdi. Yenə nazirlik yadına düşdü. Faytonu oraya sürdürdü. Müdürün kabinetinə saymazyana girib dedi. Cənab, gəldim sizə bildirim ki, işdən çıxmaq istəyirəm. Mən 300.000 franklıq miras almışam. Lanten köhnə iş yoldaşları ilə görüşdü. Onlara da miras barədə məlumat verdi, sonra gedib İngilis kafesində nahar elədi. Kafedə gözünə abırlı görünən bir kişinin yanında əyləşdi. Çox çalışsa da sirrini ona açmaq fikrindən daşına bilmədi. Xeyli əzilib qısıldıqdan sonra qoşusuna söylədi ki, bugün 400.000 frank miras alıb. Ömründə birinci dəfə teatrda darıxmadı və gecəni küçədə qadınlarla keçirdi. 6 ay sonra Lanten yenidən evləndi. İkinci arvadı namuslu olsa da, bəd xasiyyətliliyi ilə Lanteni əməlli başlı cana gətirmişdi.